Ne deməkdir bu HIPEC? İsti kimyaterapiya son dönem, terminal dönem xərçəng xəstələrində damar daxili verilən kimyaterapiyadan fayda görmədiyində və ya əməliyyatdan sonra bu xəstəmizdə olduğu kimi təkrarlayan limfa düyümləri və PET-də bir çox limfa düyümünün artmış tutulma olduqda biz bu xəstələrdə son ümid olaraq xüsusən gənc xəstələrdə, seçilmiş xəstələrdə isti kimyaterapiya HIPEC əməliyyatını icra edirik. Əməliyyatdan əvvəl bütün periton, qarın qatları təmizlənir, bütün limfa düyünləri magistral damarların üzərindən çıxarıldıqdan sonra isti kimyaterapiyanı gördüyümüz HIPEC cihazı vasitəsilə xəstənin qarnına biz tətbiq edə bilirik. Bu gördüyümüz xəstənin qarnıdır, periton soyulmuş, limfa düyünləri təmizlənmiş şəkildə spanç verən bir dənə. Burada gördüyümüz bütün qarın anatomiyası artıq gözümüzün önündədir. Bu nədir? Vena cava inferior dediyimiz magistral bir venadır. Burada görürük, renal ven ayrılır. Bu isə aortadır. Aortanın üzərində bax görürsünüz, kliplər görürsünüz, çox sayda kliplər görürsünüz. Burada kiçik damarları bağlayıb bu hissədə olan bütün limfa düyünlərini təmizləmişik. Bu limfa düyünləri xəstənin əməliyyat önü PET CT-sində də, kompüter tomografiyasında da görülürdü ki, çölyaqda adətən aşağı səviyyələrdə olur. Bu xəstəmizdə fərqli olaraq daha çətin yerdə yerləşmişdi. Bax, bu gördüyümüz hepatik arteriyadır. Bu isə aortadır. Bu qismində, bax, çölyaqdan üzərində görürsünüz, tamamilə təmizlənmiş bir vəziyyətdədir. Bu da hepatoduodenal liqamandır. Bu şəkildə bir kiçik də olsa bir limfatik sistem qalmadan, limfa düyünü qalmadan bütün anatomiyanı HIPEC-ə uyğun şəkildə çıxardıq, disseksiyanı icra elədik. Xəstəmiz 38 yaşında over kanseri səbəbli 2 il öncə əməliyyat olmuş bir xəstədir. Nə əməliyyatdan öncəki, həm də əməliyyatdan sonraki kimyaterapiyalarından fayda görmədi. 2 il ərzində aldığı kimyaterapiyalara baxmayaraq çoxsaylı limfa düyünləri yenidən əmələ gəlmişdi və xəstədə bir çox nöqtədə artmış eftici tutulma olduğuna görə biz sistoreduktiv cərrahiyyə və HIPEC qərarını aldıq. Xəstəmizə ən birinci onkoloq ilə olan konseyimizdə isə bu əməliyyata bizi təşviq edən səbəb xəstəmizin yaşının cəmi 38 olmasıdır ki, bu qədər böyük, major bir əməliyyatı bu mərhələdəki kanser xəstələrinə icra eləyib xəstəmizin ala biləcəyi maksimum faydanı təmin eləməliyik.